Ulduz ne parıldayı? Aspiranttır. Bəli, disertasiya yazır. Disertasiyanın mədəni bax buradadır. Sən məni nə bilmirsən? Yaza bilərsin yoldaş Gülümsəroğlu. Niyə yaza bilmirəm? Dünən institutu qurtaran disertasiya yazır. 5 il zavxoz, 10 il müdir müavin işləyirəm. Yaza bilmərəm? Yaza bilərsin. Amma neyniyim? Vaxtım yoxdur. Böyle bir yandan təmir, bir yandan təmin, yataqxana. Eybi yoxdur. Kalfoza geçsem mən özümü onlara göstərərəm. Möhsin, beynimdə yeni bir fikir qaynayır. Heç kəsin ağlına gəlməz. Yeni bir meyve yetiştirəcəyəm. Yox siz. Yeni meyve? Hə. Dadı necə olacaq? Dadı? Dadı... Turşa şirin. Turşa şirin? Hı. Bəs necə satılacaq? Kiloyla, yoxsa dənə-dənə? Bunun nə dəxli var? Yaz! Buyurun. Hələ yazmadayım. Mənim əmrimi zavxoz Məmmədə yetir. Bəli. 10 kilo limon, 10 kilo limon. 10 kilo da mandarin alsın. Başa düşdü? Başa çıxdı bir yoldaş Gülümsəroğlu. Möhsin, Bəli. bir də yaxşı bax gör. Ulduz nədən yazır? Ehtiyat yox ha. Öz aramızda. Başa düşdün? Buyurun. Bize 4 tane mandalin verin. Mandarin yoxdur. Necə yoxdur? Bəs onlar nədir? Satılıb. Başa düşdün? Heç nə başa düşmədim. Bu qədər limonla mandarini neynir? Bədənini limonlaşdırmaq istəyir. Ne istəyir? Məncə limonla mandarini biri-birinə calaşdırmaq istəyir. Ne istəyir? Bu görülməmiş bir meyve olacaq. Adı da olacaq... Limandıra. Limondur ha? Ha. Onları qarnında çalışdıracaq. Hələlik qarnında. Vay mənim halıma. Düşəcəyim tüfeklərin canına. Kəndə geçsəydik, dərd sərdən qutarardıq. Sakit bir güşədə dincələrdik. Sərin sular, yaşıl çəmənlər, qaranquşlar, bənövşələr. Göllər, balıqlar, kebab bulaq başında. Ye kökər, əninlə uzunun bərabər olsun. Bir yanda da sonalar, nazeninler.
Bir arvad tapıb evlənsəydim. Ne? Arvad? Aman aman. 6 ay evli olmuşam. Hele de tüsü tepemden çıkıyor. Elə qaçdım ki, izimi de tapabilmez. Amma mən bu yay necə olsa evlənəcəyəm. Hələ sevgilimə şeir də yazmışam, bax. Qulaq as. Mühsün yaralanmışdır. Bir bax, ürəyi qandır. Doktor dedi ki, yalnız ulduz ona dərmandır. Ulduz nə gözəl qızdır, hey! Möhsün nə gözəl oğlandır. Möhsün, gələcək yarın ulduz kimi canandır. Ulduz? Hə? Razıdır. Hələ bilmir. Məncə razı olar. Çay. Limon. Çay. Limon. Lim çay. Lim çay. Lim çay. Bağışlayın, əziz yoldaş. Ehtiyatlı olun hanım. Başımda yeni elmi hipotenuz əmələ gəlmişdir. Fikir sistemini poza bilərsiniz. 2 kəlməyle deyin görüm sizə nə lazımdır. Yox, 2 kəlmə ilə mümkün deyil. Mənim o qədər sözüm var ki, bir şair lazımdır, kitab bağlasın. Səhv gəlmisiniz hanım. Bura ədəbiyyat institutu deyil. Kənd təsərrüfat institutudur. Bilirəm. Bəs sizə nə lazımdır? Mən Mehmet Məmmədovu axtarıram. Aha. Bu saat təşkil edərək. Gülümsərov səni çağırır. Yox, 2 zəngdir. Səni çağırır. Get. Bu saat. Məni siz çağırtırmısınız? Mən çağırtırmışam. İndi də sən mənim əlimdən Elmlər Akademiyasında da gizlənə bilməzsən. Səni mən taparam yenə də olsam, əlimdən heç zaman qurtarmasacaq. Ayrıldık, kurtardı, yanılmışı yaz. Ayrıldık, kurtardı, yanılmışı yaz. 6 ay yaşadık, 6 ay yaşadık. Besteyler var. 6 ay yaşadık, 6 ay yaşadık. Besteyler var. Əzizim, 2 gözüm. Axı məndən nə istəyirsən? Nə istəyirəm? Qanunla şeyləri tənyarı bölməyi. O əynindəki kostyumu mənimlə yaşayanda almışsan. Nə olsun ki? Deməli yarısı mənimdir. Mən ürəyi yumşaq adamım. Pəncəyi çıxart. Bax, özün öz xoşuna çıx get. Ayaqqabının da bir tane çıxart. Nazik, Allah eşqinə sabah gəl, hamısını verim apar. Çıxart. Yaxşı. Ayaqqabının bir tane çıxardacaqsan ya yox? Deyin xanım, mənim ayaqqabım sizin nəyinizə lazımdır? Bağışlayın, mən meşq eləyirdim.
Siz artistkasınız? Bilirsiniz necə artistkayam? Nazik. Be, ne güzel adınız var. Özünüz nazlı, adınız nazik. Tanış olaq. Möhsün. Musik. Elə demeyin xanım. Eşidərlər. Mən bu institutun məsul kişilərindənəm. Yoldaş Gülümsər onun katibiyəm. Qorxmayın. Bu səs-küydə heç kəs eşitməz. Burada nə olub? Toydur? Xeyr, buraxılış gecəsidir. Sabah qalxoza yola düşürük. Kalxoza? Bir yandan deyir sabah gəl evdən apar. O biri yandan da əkilir. Yox əzizim, sən mənim əlimdən yaxanı qutara bilməyəcəksən.